Klasteri tamamlayan nümunələri müəyyən edin. Bəzi duruq işarələri məqsədli şəkildə buraxılmışdı. O əvəzliyindən sonra vergül qoyulur. Baxaq görək, harda o əvəzliyindən sonra vergül qoyular. Paxıl adamı narahat etmə, onsuz da o narahatdır. Necədir narahatdır? Kim o? Gördüyümüz kimi burada o kim sualına cavab verir və özündən sonra sifət gəlibdir. Ona görə vergül qoyulmağı düzgündür. Həkim canidirsə, vay o qanunların halına. Hansı qanunların? O qanunların. Birinci cümlədə o hansı sualına cavab verir? Əgər hansı sualına cavab verirsə, demək orada vergül işarəsindən istifadə olunur. Ləyaqətli insan o adamdır. Hansı adamdır? Yenə o hansı sualına cavab verdi, demək ki, vergül qoyulmur. O yolda məğlub olmaq belə qələbə sayılır. Qələbə sayılır nə? O yolda məğlub olmaq. Burada da o müstəqil cümlə üzvü deyil. Məsdər tərkibinin asıl tərəfidir. Burada da vergül qoyulmur. Qələbə gözəldir, ancaq o qurbanlar tələb edir. Nə? O. O nə sualına cavab verir? Özündən sonra da qurban isim gəlibdir. Demək burada vergül qoyulur. 4'ü götürürük. Pulu kölə edin. Yoxsa o sizə ağı olacaq. 5'də o kim sualına cavab verir. Amma bir qaydamız var ki, o kim sualına cavab versə də özündən sonra yenə əvəzlik gəlirsə, orada vergül işarəsindən istifadə olunmur. Cavid layihəni keçirə bilməsə də o xeyli tərəfdar qazandı. O kim? Özündən sonra da xeyli sayı gəldi. Burada vergül qoyuruq. Demək cavabımız olmalıdır 4 və 6.